Bu ərazilərə qatar yolu çəkiləcək. Bakı və ətraf ərazilərdə reysli nəqliyyatın payı əhəmiyyətli dərəcədə artacaq. Gündəm xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzayev mətbuat açıqlaması zamanı deyib. O bildirib ki, 2025-2030-cu il dövlət proqramına əsasən Bakı şəhərinin və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsini genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları bir neçə mühim istiqamətdə layihələr həyata keçirəcək. Zabrat Maşdağa, Bağlar, Buzovna xətti, Bakıxanov-Suraxanı, Hövsan xətti, eləcə də Bakıxanov-Suraxanı, Binə, Qala istiqamətində mövcud dəmir yolunun təkmilləşdirilməsi yaxın illər ərzində icra olunacaq. Layihə çərçivəsində 20 yeni qatarın alınması planlaşdırılır və bu qatarlar həm Abşeron dairəvi xəttində, həm də qeyd olunan istiqamətlərdə sürətli sərnişin daşımalarına təmin eləyəcək. Rauf Ağamirzayev qeyd edib ki, bu addım şəhərdə avtobus nəqliyyatına olan yükün azaldılmasına və reysli nəqliyyata keçidin sürətlənməsinə zəmin yaradacaq.